Salam, gəlin vaxt itirmədən birbaşa bugünkü təhlilimizə keçək. Təsəvvür edin, qaranlıq bir pilləkən qəfəsi, ailə daxili zorakılıq şübhəsi ilə edilən bir zəng və saniyənin mində biri qədər qısa vaxta verilən kritik bir qərar. Elə bir qərar ki, bir gəncin xəstəxanalıq olmasına və sonda işin Avropa İnsan Hüquqları Məhkəməsinə qədər uzanmasına səbəb oldu. Bugün Zigmantavičius Litvaya qarşı işini dərindən təhlil edib, dövlətin güc tətbiq etmə səlahiyyətləri ilə insan hüquqları arasındakı o çox incə xətti axtaracağıq. Bu işin mürəkkəb hüquqi labirintindən birlikdə keçəcəyik. Qısaca nələrdən danışacağıq? Əvvəlcə hadisənin özü və ağır xəsarətlər. Ardınca milli məhkəmələrin verdiyi qərarlar, Avropa Məhkəməsinin işə müdaxiləsi, hər şeyi dəyişən o həlledici 11 dəqiqə. Daha sonra elektroşok cihazlarının tətbiqi qaydaları və ən əsası insan ləyaqəti və hüquqi nəticə. Gəlin başlayaq. Birinci hissə hadisə və ağır xəsarətlər. Hər şey 8 aprel 2022-ci ildə axşam saat 10 radələrində başladı. Təlaşlı bir qonşu polisə zəng edərək mənzildən səs-küy gəldiyini və ailə daxili zorakılıq ola biləcəyini xəbər verir. İki polis əməkdaşı dərhal hadisə yerinə yollanır. Polislərin bədən kameralarına baxırıq. Saat 22:10-dur və vəziyyət həqiqətən xaotikdir. Qaranlıq pilləkən qəfəsində polislər fənərləri yandırırlar. Sərxoş vəziyyətdə olan gənc qapını açır, polislərə qışqırır, hətta onlara təpik və yumruq atmağa cəhd edir. Daha sonra isə sürətlə geri çəkilərək qapını bağlayır. Vəziyyət olduqca gərgindir. Bəs sonra nə baş verir? Çox keçmir ki, gənc yenidən qapıdan çıxır. Məhz o an polis əməkdaşı elektroşok cihazından, yəni teyzerdən istifadə edir. Şokun gücündən ərizəçi beton pilləkənlərdən aşağı yuvarlanır. Və dostlar, nəticələr sadəcə bir neçə yüngül sıyrıq deyildi. Sənədlər fəlakəti göstərir. Beyin əzilməsi, kəllə sümüyünün sınığı, travmatik qanağma və düz 11 gün xəstəxanada müalicə. Ciddi travmadır, elə deyilmi? İkinci hissəmiz milli məhkəmələrin mövqeyi. Təbii ki, bu cür ağır xəsarətlərdən sonra gəncin ailəsi dərhal hüquq mühafizə orqanlarına şikayət etdi. Bəs görəsən yerli məhkəmələr bu işə necə yanaşdı? Tizeri tətbiq edən polis əməkdaşının arqumenti çox net idi. O bildirdi ki, mənim başqa çıxış yolum yox idi. Polisin sözlərinə görə, gənc onsuz da aqressiv idi, aralarındakı məsafə çox qısa idi və xəbərdarlıq etmək üçün qətiyyən vaxt yox idi. Yəni o, bunu sırf özü müdafiə kimi təqdim etdi. Və bilirsiniz nə oldu? Litva prokurorları və məhkəmələri polislə tamamilə razılaşdılar. Ailənin şikayətləri rədd edildi və polisin addımı qanuni sayıldı. Hətta işin ən ironik tərəfi bilirsiniz nədir? Kəllə sümüyü sınan o gəncin özü polisin qanuni tələblərinə tabe olmamaqda təqsirli bilinərək cəzalandırıldı. Görünürdü ki, iş bağlandı. Amma əsl hekayə elə burada başlayır. Çünki ortada çox həlledici, çox vacib bir sual qalırdı. Polis güc tətbiq edərkən hüquq pozuntusu tam olaraq harada başlayır? Bəli, dövlət təhlükəsizliyini təmin etməlidir. Ancaq bu gücün bir sərhədi yoxdurmu? Elə bu sual da işi Avropa səviyyəsinə daşıdı. Üçüncü hissə Avropa İnsan Hüquqları Məhkəməsinin araşdırması. Avropa Məhkəməsi prosesə əsl bir hüquqi detektiv kimi daxil oldu və məsələni Avropa Konvensiyasının 3-cü maddəsi, yəni qeyri-insani rəftarın qadağan olunması prizmasından yenidən incələməyə başladı. Məhkəmənin yanaşmasını sadələşdirək. AIM bu cür halları həmişə iki yerə bölür. Birincisi, prosesual aspekt. Dövlət bu hadisəni obyektiv və vaxtında araşdırdı mı? İkincisi isə maddi aspekt. Polisin o anda tətbiq etdiyi fiziki gücün özü doğrudan da zəruri idi mi? Prosesin birinci hissəsində məhkəmə dedi ki, bəli, Litva dövləti araşdırmanı yaxşı aparıb. Kameralara baxılıb, şahidlər dindirilib, hər şey vaxtında edilib. Yəni, araşdırma prosesinin özündə, yəni prosesual baxımdan heç bir pozuntu tapılmadı. Dördüncü hissə. Həlledici 11 dəqiqə. Baxın, işin rəngi maddi aspektə, yəni gücün faktiki tətbiqinə gəldikdə dəyişir. Avropa Məhkəməsi yerli məhkəmələrin gəldiyi nəticəni darmadağın etdi və hər şey bu 11 dəqiqə ətrafında düyünləndi. Gəlin xronologiyaya birlikdə baxaq. Saat 22:10-da o İlk aqressiv an yaşanır, düzdür? Şəxs qapını çırpıb içəri girir, qapının ikinci dəfə açılması və o məşhum tizerin atılması isə saat 22:21-də olur. Arada tam 11 dəqiqəlik böyük bir boşluq var. Niyə bu 11 dəqiqə bu qədər vacibdir? İndi görəcəksiniz.
Çünki Avropa məhkəməsi kameralara yenidən diqqətlə baxdı və bunları aşkar etdi. Birincisi, 22:21-də pilləkəndə işıq yanırdı. Heç də zülmət değildi. İkincisi, polislər şübhəli ilə üz-üzə durmamışdı. Aralarında bütöv bir pilləkən məsafəsi var idi. Üçüncüsü, gənc polisin əmrinə tabe olaraq çölə çıxmışdı. Və ən dəhşətlisi, o qapıdan çıxdıqdan cəmi 6 saniyə sonra heç bir xəbərdarlıq edilmədən ona elektroşok atılmışdı. Yəni o saniyədə polislərin həyatı üçün qətiyyən real və ani bir təhlükə yox idi. 5-ci hissə elektroşok cihazının tətbiqi qaydaları. Elə bu məqamda Avropa məhkəməsi məsələyə daha qlobal yanaşdı. Ümumiliklə, polisin tezerdən istifadəsi niyə bu qədər ciddi incələnir? Çünki öldürücü olmayan silah adlandırılsa da, ərizəçinin timsalında gördük ki, bu cihazlar insanın beynini zədələyə, onu ömürlük şikəst edə bilər. Və bu qərar polis gücünün 4 qızıl qaydasını ortaya qoydu. Diqqət edin, birinci qayda, güc ancaq son çarə olmalıdır. İkinci, proporsionallıq, yəni verilən reaksiya qarşıdakı təhlükəyə uyğun olmalıdır. Üçüncü, mütləq əvvəlcədən xəbərdarlıq edilməlidir. Və nəhayət, dördüncü, təhlükə real olmalıdır. Polisin mənə elə gəldi ki, təhlükə var deməsi yetərli deyil, təhlükə obyektiv olmalıdır. Və dostlar, işin ən can alıcı nöqtəsi budur. Əgər bir şəxs saat 22:10-da aqressivlik edibsə, bu polisə qətiyyən haqq vermir ki, saat 22:21-də onu heç nə demədən xəbərdarlıqsız vursun. Keçmişdəki aqressiya polisin gələcəkdə güc tətbiq etməsi üçün limitsiz icazə kartı deyil. Bu ayrımı mütləq başa düşməliyik. 6-cı və sonuncu hissəmiz insan ləyaqəti və hüquqi nəticə. Bütün bu təhmildən sonra məhkəmənin qərarı və bunun bizim üçün mənası nədən ibarətdir? Gəlin yekunlaşdıraq. Avropa məhkəməsinin qərarı birmənalı oldu. Elektroşokun həmin an tətbiqi qətiyyən zəruri deyildi. Və beləliklə bu konvensiyanın 3-cü maddəsinin birbaşa pozuntusu sayılaraq qeyri-insani və alçaldıcı rəftar kimi qiymətləndirildi. Bəs bu işin bizim ölkəmiz üçün, Azərbaycan üçün əhəmiyyəti nədir? Bildiyiniz kimi Azərbaycan da bu məhkəmənin aktiv iştirakçısıdır. Bizim yerli məhkəmələrimiz güc tətbiqi işlərini incələyərkən mütləq şəkildə Avropa məhkəməsinin presedentlərinə əsaslanmalıdırlar. Yəni, zərurət və proporsionallıq prinsipləri sadəcə kiminsə tövsiyəsi deyil, hüquqi baxımdan məcburidir. Mənbədəki bu cümlə əslində hər şeyi izah edir. Polis yalnız son çarə kimi gücdən istifadə etməlidir. İnsan liyaqəti mütləq şəkildə qorunur. Dövlətin nə qədər güc olursa olsun, o güc heç vaxt fərdin liyaqətini tapdalaya bilməz. Bəli, dövlətin asayişi qorumaq, təhlükəsizliyi təmin etmək haqqı və vəzifəsi var. Amma bu səlahiyyətlərin bir həddi var. İnsan ləyaqəti və şəxsin fiziki toxunulmazlığı istənilən vəziyyətdə bizim qorumalı olduğumuz ən ali dəyər olaraq qalır və qalmalıdır. Sonda sizi bir sualla baş-başa buraxmaq istəyirəm. Bir düşünün, əgər bu işdə də açıqca gördüyümüz kimi şəxsin keçmişdə etdiyi səhv polisə bir neçə dəqiqə sonra dərhal güc tətbiq etmək haqqı vermirsə, o zaman cəmiyyətimizdə, xəbərlərdə hər gün şahidi olduğumuz digər polis müdaxilələrinə necə yanaşmalıyıq? Onları yenidən dəyərləndirməyin vaxtı çatmayıbmı? İzlədiyiniz üçün çox sağ olun, ümid edirəm bu təhlil sizin üçün faydalı oldu. Növbəti görüşlərədək.